Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvani Asiman. Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə sinonimlər, antonimlər, terminlər və arxaizmlər haqqında ətraflı danışmaq istəyirəm. Çünki sözlərin mənasını bilməklə yanaşı, həm də onları harda və necə istifadə etməyi bilmək də önəmlidir. Qeyd dəftərinizi götürün, qələminizi götürün, vaxt itirmədən başlayaq. Deməli, əvvəlcə qeyd edeyim sinonimlər. Bu gün həm sinonimlər, həm antonimlər, həm terminlər, həm arxaizmləri 3 əsas sual vasitəsilə izah eləmək istəyirəm. Nədir? Nə üçün? Və nələr? Önəmli suallardır. Sinonimlər nədir? Sinonimləri nə üçün öyrənmək lazımdır? Sinonimlərdə nələri bilmək lazımdır? Ümumiyyətlə, istənilən mövzunu bu suallar vasitəsilə öyrənsək, o mövzu bizim yadımızda, yaddaşımızda daha yaxşı qalar. Belə, başlayaq. Deməli, birinci sualımız yazıram. Sinonimlər nədir? Əvvəl sinonimin nə olduğunu bilək, daha sonra niyə öyrənəcəyik və nələri bilmək lazımdır, hər birini qeyd eləyəcəm. Deməli, sinonimlərdə yadınızda saxlayın. Sinonim sözü Yunan mənşəli termindir. Yunan mənşəli termindir. Mənası isə eyni ad mənasına gəlir. Eyni ad. Deməli, qayda şəklində düşə bilər. Nə mənşəli termindir? Yunan mənşəli termindir. Hansı mənaya gəlir? Eyni ad mənasına gəlir. Deməli, sinonimlərin nə olduğunu bildik, mənasını bildik sinonim sözünün. Bəs tərif olaraq sinonimlər nədir? Sinonimlər yazılışı və deyilişi müxtəlif, mənaca, məna etibarı ilə bir-birinə eyni yaxud yaxın mənalı sözlərdir. Yaxın mənalı. Deməli, sinonimlər haqqında 2 dənə bura qeyd yazdım. Yunan mənşəli termindir, mənası eyni ad mənasına gəlir. Yazılışı və deyilişi müxtəlif, mənaca bir-birinə eyni, yaxud yaxın mənalı sözlərdir. Deməli, baxaq. Yazılışı ilə tələffüzü tamamilə fərqli olsun, lakin mənaları oxşar olsun, yaxın olsun. Hansı söz nümunə gətirə bilərik? Məsələn, yazıram qəlb, ürək, könül. Baxaq, baxın, yazılışı və deyilişi fərqlidir. Hər üçün yazılışı da, deyilişi də fərqlidir. Lakin mənaları yaxındır, mənaları hətta eynidir deyə bilərik. Sadəcə üslubu cəhətdən fərqlidir. Biz deməli, şifahi ədəbiyyatda, daha doğrusu bədii ədəbiyyatda ürək və yaxud könül sözlərinə rast gəlirik. Bilirik ki, mənası qəlb sözüdür. Və yaxud da addım əvəzinə qədəm sözünü görə bilərik. Qədəmlərin mübarəkdir məsələn. Ayrı cür yazılıb, ayrı cür tələffüz olunub, lakin mənaları oxşardır. Yaxud vəcd sözü mənaca hansı sözün sinonimidir? Sevinç sözünün sinonimidir. Və yaxud aloy sözünün sinonimi kimi əzvay sözünü yaza bilərik. Əzvay. Yaxın mənalı sözlərdir. Fərqli cür yazılır, fərqli cür tələffüz olunur, lakin mənaları oxşardır. Sinonimlərin nə olduğunu bildik. İndi ikinci sualımızı qeyd eləyirəm.
Nə üçün sinonimləri bilmək lazımdır? Ən önəmli suallardan biridir. Nə üçün? Deməli, sinonimləri mən nəyə bənzədirəm? Sinonimləri rənglərə bənzədirəm. Təsəvvür eləyin ki, dünyada bu qədər çox rəng çalarları yoxdur. Sadəcə müəyyən rənglər var. Əslində elədir. Digər rənglər həmin rənglərin çalarlarıdır. Sadəcə təsəvvür eləyin ki, çalarları yoxdur. Sadəcə 7 rəng var, 7 əsas rəng var. Heç bir çaları yoxdur və dünyada olan hər kəs həmin 7 rəngdən istifadə edir. Diqqət eləyin. Nə qədər sıxıcı olar, nə qədər yorucu olar. Hər yer, hər insanın geyimi bir-birinə oxşuyur. Hər yerdə eyni rəng tonları var. Dünya çox yeknəsək olar. Və bu yeknəsəklik bizim həyat enerjimizi azaldar. Bizim gözlərimizi yorar. Eyni ilə sözlər də belədir. Əgər biz mütəmadiyyən eyni sözlərdən istifadə eləsək, nitqimiz də usandırıcı olar. Sinonimlər deməli nə edir? Sinonimlər nitqimizə rəng verir. Başqa nə edir sinonimlər? Baxın, yazıram. Nitqimizə rəng verir. Daha sonra dilimizi və nitqimizi zənginləşdirir. Diqqət eləyirsiniz, hər birimiz Azərbaycan dilində danışırıq. Lakin hər birimizin nitqi fərqlidir. Çünki hər birimiz eyni sözləri bilsək də, nitqimizdə daima eyni sözləri istifadə eləmirik. Bəzən sinonimlərlə istifadə eləyirik, bəzən sözlərin başqa çalarlarından istifadə eləyirik və nitqlərimiz bir-birindən fərqlənir. Eyni ilə dünyada eyni rənglər mövcuddur, lakin dünyada olan bütün insanlar eyni rəng tonundan istifadə etmir. Hər kəs fərqli rəng tonlarından, fərqli rəng çalarlarından istifadə eləyir. Bu da əslində gözəllik yaradır, ahəng yaradır. Belə. Daha sonra deməli sinonimlər başqa nə edir? Başqa nə üçün bilməliyik sinonimləri? Dili incəldir. Dili incələşdirir. Gözəlləşdirir. Məsələn, bədii ədəbiyyatda daha çox sinonimlərdən istifadə olunur. Bədii ədəbiyyat oxuyanda sanki ruhumuzu oxşuyur, bizə zövq verir. Həmin o zövqün, həmin o gözümüzü, ruhumuzu oxşamağın səbəbi sinonimlərin dili incələşdirməyidir. Daha sonra sinonimləri nə üçün bilməliyik? Yersiz təkrarların qarşısını almaq üçün. Yersiz təkrarların qarşısını alır. Təsəvvür edin ki, sözlərin sinonimi yoxdur və daima eyni sözlərdən istifadə edirik. Görün nə qədər təkrar olar. Hətta bəzi nitqlər var, bəzi insanlar var ki, o insanların danışığı bizi yorur. Diqqət eləsək, bizə aydın olar ki, əslində sinonimlərdən istifadə etmir. Əslində həmin insanların söz ehtiyatı çox azdır. Mütəmadiyyən eyni sözlərdən istifadə edirlər. Ona görə də yersiz təkrarlar yaranır və dinləyən insanları yorur. Deməli, sinonimlərin mövcud olmağı nitqdəki lazımsız təkrarların qarşısını alır. Bunu da qeyd elədim. Daha sonra təsirliliyi artırır və emosiya yaradır. Hətta eyni mənaya gələn sözlərdə insanda fərqli duyğular yaradır. Məsələn, qəm, kədər, qüssə, hüzün sözlərinə baxın. Qəm deyəndə başqa bir duyğu yaranır bizdə. Hüzün deyəndə tam başqa bir duyğu yaranır. Yəni sözlərin mənası eyni olsa da, o sözlərin səslənməsi, zehnimizdə o sözlərin canlanması hər birində fərqli olur. Yəni nə qədər çox sinonimlərdən istifadə eləsək, nitqimiz o qədər təsirli olar və o qədər fərqli emosiyalar yaranır. Və düşünürəm ki, artıq sinonimləri bilməyimiz üçün, nitqimizə çoxlu sinonimlər əlavə etmək üçün bizim kifayət qədər səbəblərimiz var. İndi qeyd edirəm növbəti sualımı. Nələri bilmək lazımdır?
Əvvəlcə onu qeyd edeyim ki, bəzi sinonimlər eyni mənanı ifadə eləyir. Tamamilə eyni mənanı. Bəzi sinonimlər isə yaxın mənaları ifadə eləyir. Yəni o mənaya gəlir ki, sinonimlər hər zaman bir-birini əvəz edə bilmirlər. Sinonimlər hər zaman bir-birini əvəz edə bilmir. Aha, sinonimlər hər zaman bir-birini əvəz edə bilmir. Bu aydın məsələdir. Baxın, qayda şəklində yazanda bütün şagirdlər deyir ki, hə müəlliməm, aydındır. Lakin bəzən testə düşür ki, bütün sinonimlər bir-birini əvəz edə bilir. Hə, bir də deyir ki, sinonim yaxın mənalıdır, eyni mənadır. Deməli əvəz edə bilər. Düşünüb yazırıq. Lakin diqqətli olmalısınız və bu cümlənin mahiyyətini anlamalısınız. Məsələn, bayaq yazmışdım. Ürək, könül, qəlb. Biz məsələn həkimə gedəndə, həkimə gedib ürəyim ağrıyır deyirik də, həkimə gedib könlüm ağrıyır demirik ki. Yəni baxmayaraq ki, mənaları eynidir, lakin hər yerdə istifadə edə bilmərik. Yəni hər yerdə bu sinonimlər bir-birini əvəz eləyə bilmir. Nümunə olaraq yadınızda saxlaya bilərsiniz. Deməli, sinonimlik təşkil edən sözlər, bax mütləq bunu diqqət eləyin, hər zaman eyni nitq hissəsinə aid olmalıdır. Deməli, sinonimlik təşkil edən sözlər hər zaman eyni nitq hissəsinə aid olmalıdır. Baxın, yenə də qayda şəklində hər birinizdə aydındır, lakin testdə şagirdlərin ən çox diqqət sərf elədiyi nümunələrdən biridir. Məsələn, işıqlı, bir də nur. Baxırıq ki, nur işıq deməkdir. Deməli sinonimdir? Yox. İşıqlı sifətdir, nur isə isimdir. Deməli, eyni nitq hissəsinə aid deyillər və sinonim hesab edə bilmərik. Mütləq yadınızda saxlayın. Sinonimlər, yəni sinonim cütlüklər eyni nitq hissəsinə aid olmalıdır. Bura xüsusi bir nida işarəsi qoyuram, diqqət eləyərsiniz. Aha, daha sonra sinonimlər haqqında nəyi mütləq bilmək lazımdır? Sinonimlik əsasən bütün nitq hissələrində özünü göstərir. Yəni bütün nitq hissələri sinonim ola bilir. Bütün nitq hissələrinə aid sinonim cütlüklər var. Deməli, sinonimlik bütün nitq hissələri yazıram. Əsasən bütün nitq hissələrində özünü göstərir. Aha, bir də qeyd edeyim bura, şəkilçi vasitəsilə yaranan sinonimə bənzəyən cütlüklər sinonim sayılmır. Şəkilçi vasitəsi ilə yaranıbsa sinonim sayılmır. Məsələn, bivəfa, vəfasız. Və yaxud da laməkan, məkansız. Aha, baxın, məna olaraq eyni mənaya gəlir, lakin kökləri eynidir. Ona görə bu sözlər sinonim sayılmır. Yadınızda saxlayın. Şəkilçi vasitəsilə yaranan, şəkilçilər də hansı şəkilçilərdir? Bi, si, sı, si, su, süz, ba şəkilçisi, la şəkilçisi, daha çox ön şəkilçilərdir. Sızla lı sona qoşulur. Bi, ba, la isə ön şəkilçidir. Yəni bu şəkilçilər vasitəsilə yaranan cütlüklər sinonim hesab olunmur. Məsələn, basəfa, səfalı. Hər ikisi səfalı mənasına gəlir, lakin kökləri eyni olduğu üçün sinonim sayılmırlar. Belə. Ən sonuncu qeydimizi də yazıram və sinonimlər mövzusunu tamamlayırıq. Deməli, sinonimləri daha yaxşı öyrənmək üçün Azərbaycan dilinin sinonimlər lüğətinə baxa bilərsiniz. İndi antonimlər haqqında danışaq.
Antonimlər nədir? Antonimlər haqqında nələri bilməliyik və antonimləri niyə öyrənməyimiz lazımdır? Yenə də bu 3 sualın cavabını sizlərə verirəm. Başlayaq. Antonimlər nədir? Nədir? Bu birinci sualımız. Yazılışı və tələffüzü tamamilə fərqli olmalıdır. Həmçinin leksik mənaları da bir-birinə zidd olmalıdır. Deməli, yazılışı, tələffüzü tamamilə fərqli, mənaca isə bir-birinə zidd olmalıdır. Zidd. Məsələn, nümunə olaraq yaza bilərəm. Arxayın, nigaran. Yəni, əks mənalı söz. Uzun sözün qısası, əks mənalı sözlər. Deməli, antonimlər nə oldu? Əks mənalı sözlər. Yazılışları, tələffüzləri fərqli olmalıdır. Mənaca bir-birlərinə zidd olmaq lazımdır. Nümunə üçün yazdım. Arxayın, nigaran. Tamamilə fərqli cür yazılır, fərqli tələffüz olunur, mənaları da bir-birinə ziddir. Və yaxud fərdi, ümumi. Başqa hansı nümunə yaza bilərik? Mətin sözünü yaza bilərik, zəif sözünü yaza bilərik. Biri güclü deməkdir, biri isə onun əksidir, zəif deməkdir. Yəni, gücsüz deməkdir. Aha, deməli, nümunələri qeyd elədim. Artıq antonimlərin nə olduğunu bildiniz. Bir də antonimləri termin olaraq izah edeyim. Antonimlər Yunan mənşəli termindir. Antonim sözünün özü Yunan mənşəli termindir. Əks ad mənasına gəlir. Bunu da yadınızda saxlaya bilərsiniz. Antonimlərin nə olduğunu bildik. İndi ikinci sualımızı yazıram. Niyə, nə üçün antonimləri bilmək lazımdır? Deməli, nə üçün antonimləri öyrənək? Bilmək lazımdır. Aha, çox vaxtımız getməsin deyə yazıları qısa-qısa yazıram və biraz səliqəsiz yazıram. Ona görə məni mütləq məzur görün. Belə. Aha, deməli, antonimləri nə üçün öyrənməliyik? Nə üçün öyrənməliyik? Fikrimizi daha yaxşı, daha dəqiq ifadə eləmək üçün. Bəzən nə istədiyimizi tapmaq üçün mütləq nə istəmədiyimizi bilmək lazımdır. Bura qısa olaraq yazıram ki, fikrimizi daha yaxşı, daha dəqiq ifadə etmək üçün. Yəni, bəzən nə istədiyimizi bilmirik. Biz onun əvəzinə nə istəmədiyimizi deyirik, qarşı tərəf bizə deyir, hə, bunu deyirsən? Deyirik, hə, onu deyirəm. Baxın, antonimlər belə məsələlərdə işə yarayır. Belə məsələlərdə antonimlər mütləq bizə lazım olur. Daha sonra, dünyada olan bütün məfhumlar öz ziddi ilə mövcuddur. Gecə olmasaydı, biz gündüzün qədrini bilməzdik. Qara olmasaydı, biz ağın qədrini bilməzdik. Pislər olmasaydı, yaxşıların qədrini bilməzdik. Yəni, həyatda əslində, həyatın o yin-yang kimi də o tərəfi də var, bu tərəfi də var və ikisi birlikdə olanda yaxşının qədri bilinir. Antonimlər də həmin o məfhumların sözlərdəki yansımasıdır. Antonimlər də mütləq olmalıdır ki, biz həyatda gördüklərimizi ifadə eləyə bilək, sözlərə tökə bilək, nitqimizə yansıda bilək. Belə, deməli, hər şey öz ziddi ilə mövcuddur. Onu artıq qeyd eləmirəm. Bunu sadəcə yadınızda qalması üçün dedim. Sonra dili zənginləşdirir. Həm sinonimlər, həm antonimlər zənginləşdirir. Aha. Və mürəkkəb sözlərin yaranmasında xüsusi rol oynayırlar.
mürəkkəb sözlərin yaranmasında xüsusi rol oynayırlar. Məsələn, gecə-gündüz, gec-tez, əvvəl-axır. İndi üçüncü sualımızı yazıram. Deməli, antonimlər haqqında nələri bilək? Nələri bilmək lazımdır? Yenə də sinonimlərdə olduğu kimi burada da yadınızda saxlayın ki, bütün nitq hissələrində əsasən bütün nitq hissələrində antonimlik özünü göstərir. Antonimlik özünü göstərir. Yəni antonim olan cütlüklər sifətlər də ola bilər, feillər də ola bilər, isimlər də, qoşmalar da və s. Sinonimlərdə dediyimiz kimi antonimlərdə mütləq eyni nitq hissəsinə aid olmalıdır. Bax, ən çox diqqət eləməli olduğunuz məqamlardan biri budur. Leksik təhlildə çox vaxt uşaqlar bunu səhv eləyirlər. Məsələn, yazıram qorxaq, cəsarət. Uşaqlar baxırlar ki, mənaları bir-birinə zidd oxşuyur ki, ziddir, amma əslində qorxaq sifətdir, cəsarət isə isimdir. Qorxaq cəsarətli olsaydı ola bilərdi antonim. Lakin bu sifət olduğu üçün, bu isim olduğu üçün bunlar antonim hesab edilmir. Antonimlər, hər iki antonim cütlük mütləq nə olmalıdır? Eyni nitq hissəsinə aid olmalıdır. Yadınızda saxlayın. Daha sonra sinonimlər dediyimiz kimi şəkilçi vasitəsində yaranıbsa antonim sayılmır. Məsələn, duzlu, duzsuz. Şəkilçi vasitəsində yaranıb. Kökləri eynidir. Bunlar antonim sayılmır. Və yaxud da bax, baxma. Kökləri eynidir. Şəkilçi vasitəsindən antonimlik yaratmağa çalışıblar. Lakin antonim hesab edilmir. Belə. Daha sonra antonimləri daha yaxşı bilmək üçün hara baxa bilərsiniz? Azərbaycan dilinin antonimlər lüğətinə baxa bilərsiniz. Lüğəti. Burada, bunu düzəldim. Lüğəti. Sözlərin antonimlərinə bu lüğətdən baxa bilərsiniz. İnternetdən yükləmək olar. Yəni PDF forması var. Belə. Antonimlər haqqında da bu qədər. İndi danışaq terminlər haqqında. Baxaq görə terminlər nədir? Terminlər nə üçün bilməliyik və terminlər mövzusunda nələri mütləq bilmək lazımdır? Terminlər, bax yazıram. Terminlər nədir? Əvvəl bu sualın cavabını tapaq. Deməli, elmin müxtəlif sahələrinə aid olan hər hansı bir əşya və ya mücərrəd anlayış məfhumunu bildirən söz və ya söz birləşmələridir. Daha anlaşıqlı ifadə eləmək üçün qeyd eləyirəm müxtəlif peşə və ixtisaslara aid sözlərdir. Daha da anlaşıqlı ifadə eləsəm, müxtəlif fənlərə aid, müxtəlif dərslərə aid, müxtəlif peşələrə aid olan sözlər terminlərdir. Məsələn, Azərbaycan dilində nə eşitmisiniz? Leksika, söz yaradıcılığı, söz birləşmələri, xəbər, mübtəda, baxın bu sözlər termin sayılır. Və yaxud da ədəbiyyatda povestlər, romanlar, metaforlar, metonimiya, baxın bu sözlər ədəbiyyata aid olan sözlərdir. Kimya dərsində məsələn reaksiya, katalizator, fizika dərsində təcil,
qüvvə, güc və s. Yəni hər fəndə, hər dərsdə özünə aid sözlər var. Həmin sözlər nə adlanır? Terminlər adlanır. Terminlər haqqında, daha doğrusu terminlərin nə olduğu haqqında bu qədər izah kifayətdir. Bir də termin sözünün nə mənşəli olduğuna baxaq. Termin sözü digərlərindən fərqli olaraq latın mənşəli sözdür. Latın mənşəli sözdür. Mənası isə son hədd, sərhəd deməkdir. Bəs terminlərlə son hədd, sərhədin nə əlaqəsi var? Baxın, terminlər elə bil ki, sözlərə sərhəd çəkir. Sözlərin mənalarına da sərhəd çəkir. Bəs terminləri hər kəs başa düşmür. Bax, müəyyən sərhəd daxilində olan sözlərdir. Məsələn, kimyaya aid terminləri kimya elmi ilə məşğul olan insanlar bilir. Kimya dərsini oxuyanlar bilir. Müəyyən sərhəd daxilində oldu. Və yaxud da fizikaya aid terminləri fizika ilə məşğul olanlar bilir və fizikanı araşdıranlar bilir. Yəni fizika dərsinə, fizika fənninə aid olan sözlər sanki bir sahədə çərçivələnir, sərhədlənir. Bax, bu şəkildə yadda saxlaya bilərsiniz. Deməli, latın mənşəlidir, son hədd, sərhəd mənasına gəlir və müxtəlif peşə, ixtisasa aid olan sözlərdir. Məncə terminlərin nə olduğunu artıq bildiniz. İndi ikinci sualımızı yaza bilərik. Nə üçün terminləri bilmək lazımdır? Terminləri öyrənmək, terminləri bilmək mövzunu səthi yox, daha dəqiq anlamağımıza kömək eləyir. Məsələn, kimya kitabını oxuyuruqsa, oradakı terminləri bildikcə biz mövzunu daha dəqiq anlayırıq. Səthi üzdən anlamırıq. Və yaxud da hər elm sahəsi öz anlayışlarını öz terminləri ilə ifadə eləyir və bu anlayışları bilmədən mətni düzgün oxumaq mümkün olmur. Diqqət eləmisinizsə, biz heç bilmədiyimiz bir fənn haqqında oxuyanda, bilmədiyimiz bir sahə haqqında oxuyanda bizim dilimiz sürüşür. Tam başa düşə bilmirik ki, burada nə demək istəyir? Bu sözün mənası nə deməkdir? Yəni tam terminləri bilmədən biz mətnləri tam anlaya bilmərik. Terminlər o mətnin mənasını tam belə bizə çatdırır. Həm üzündən oxumaq baxımından, həm də məna etibarı ilə. Daha sonra terminlər qarışıqlığın qarşısını alır. Baxın, yazıram. Qarışıqlığın qarşısını alır. Yəni bu nə deməkdir? Eyni anlayışı hər kəs üçün eyni məna ilə ifadə eləməyə imkan verir. Yəni hər kəs təsəvvür edin ki, mübtədaya hər kəs başqa bir şey deyir. O zaman elmdəki o dəqiqlik olmaz axı. Biz tam başa düşə bilmərik ki, burada nə demək istəyir. Lakin hər kəs bilir ki, mübtəda nə deməkdir və müəllimlər də, şagirdlər də hər kəs mübtəda sözünü istifadə edir. Eyni anlayışı hər kəs eyni sözlə ifadə edir. Deməli, bunu da bildik. Həm də daha belə obrazlı şəkildə yanaşsaq, terminlər bizə özümüzə məxsus olmağı xatırladır. Hər elmin özünə məxsus terminləri var və sərhədlərin nə qədər qiymətli olduğunu bizə işarə eləyir. Yəni ola bilər ki, bir mühitdə bizi anlamayan, bizi başa düşməyən insanlar ola bilər. Lakin bu bizim mənamızın olmadığı və bizim dəyərsiz olmağımız mənasına gəlmir. Sadəcə həmin mühitdə bizi anlayan insanların olmadığı mənasına gəlir. Terminlərin məncə bizə verdiyi ən gözəl və ən xüsusi mesajı budur. Belə, terminləri nə üçün öyrənməli olduğumuzu da bildik. Növbəti sualımız terminlərdə nələri mütləq bilmək lazımdır? Terminlərdə nələri bilək? Terminlərdə nələri mütləq bilmək lazımdır? Onu bilin ki, terminlər daha çox hansı üslubda olur? Daha çox elmlə əlaqəli sözlər olduğu üçün elmi üslubda olur. Məsələn, sinonim və antonimlər daha çox bədii üslubda və məişət üslubunda istifadə olunur. Daha çox.
Çünki hər kəs başa düşür sinonimləri və antonimləri. Hər kəs də istifadə edə bilər. Xüsusilə də şairlər və yazıçılar daha çox istifadə edirlər və daha gözəl istifadə edirlər. Ona görə bədii üslubda istifadə olunurdu. Lakin terminlər hər kəsin istifadə etdiyi sözlər deyil. Müəyyən çərçivədə olan insanların istifadə etdiyi sözlərdir. Yəni daha çox elmi üslubda istifadə olunur. Terminlərin əsas xüsusiyyətləri nələrdir? Əsas xüsusiyyətləri artıq bunları qeyd eləmirəm. Qeyd etsəm çox vaxtımız gedəcək. Yadınızda saxlaya bilərsiniz. Əsas xüsusiyyətləri yığcamlılıqdır. Yığcam şəkildə ifadə edir. Yəni bir söz bir cümləni ifadə edə bilər. Məsələn hansını deyək? Məsələn, termin sözünün özünün izahını gördünüzdə necə uzun izahı var idi. Lakin bir dənə termin sözündən biz başa düşürük ki, termin nə deməkdir. Yəni terminlər daha yığcam halda ifadə eləyir fikrimizi. Daha sonra terminlərin yeni söz yaratmaq qabiliyyətinə malik olmamağı onun xüsusiyyətlərindən biridir. Terminlərdə məcazilik yoxdur. Terminlərdə çoxmənalılıq yoxdur. Terminlərdə sinonimlik yoxdur. Sətiraltı məna yoxdur. Birbaşa məna var. Emosionallıq yoxdur. Yəni terminlər dəqiqdir, yığcamdır və birmənalıdır. Terminlər haqqında xüsusiyyətlər bunlardır. Əsasən terminlər alınma sözlərdir. Amma öz dilimizə aid olan terminlər də var. Əsasən alınma sözlərdir. Bir də terminləri iki qrupda öyrənə bilərik. O qruplarda hansı qruplarda? Yalnız termin kimi istifadə olunan sözlər. Yalnız termin. Bir də həm termin, həm də ümumişləh olan sözlər. Baxın, terminlər ümumişləh olmayan söz qrupuna aiddir. Yəni ümumişləh o deməkdir ki, hər kəsin istifadə etmədiyi. Ümumişləh olan sözlər isə hər kəsin başa düşdüyü, hər kəsin istifadə etdiyi sözlərdir. Yalnız termin kimi olan sözlər hansılardır? Məsələn, mübtəda. Mübtəda Azərbaycan dili dərsində istifadə etdiyimiz sözdür. Mübtəda. Və yaxud da fonetika yaza bilərik. Başqa nə yaza bilərik? Metafor. Bu sözlər baxın, ümumişləh kimi istifadə olunmur ki, amonimlik yoxdur. Bu sözlər sadəcə termin kimi istifadə olunur. Bir də həm termin, həm də ümumişləh olan sözlər var. Məsələn, xəbər. Baxın, amonim sözlərdir. Xəbər həm Azərbaycan dilində termindir, həm də cümlədə istifadə edirik ki, ona xəbər ver. Yəni iki mənası var sözün, bir mənası termindir, o bir mənası isə ümumişləh sözdür. Və yaxud da bucaq. Evin bucaqları, bu hər kəsin başa düşdüyüdür. Bir də riyaziyyatda olan bucaq məsələsi. Və yaxud da zərf sözü. Zərf Azərbaycan dilində var, nitq hissəsi, bir də məktubun zərfi. Say Azərbaycan dilində nitq hissəsidir, bir də cücəni payızda sayarlar. Cücələri say. Orada isə feildir. Belə, terminlər haqqında da bu qədər. Ən önəmli məsələləri dedim. Ümid edirəm ki, hər bir şey aydındır. İndi arxaizmlər haqqında danışaq. Birinci sualımız, arxaizmlər nədir? Birinci sualımız nədir? Yunan mənşəli termindir. Qədim mənasına gəlir. Yunan mənşəli termindir. Yunan mənşəli. Oxumaq olmayacaq bunu. Bir saniyə, təzədən yazım. Yunan mənşəli. Mənası qədim deməkdir. Deməli, arxaizmlər nədir? Zaman keçdikcə köhnələn sözlərdir. Yəni, köhnəlmiş sözlər. Köhnəlmiş sözlər. Bir də bunun əksi var. Neologizmlər, yeni sözlər. O da yeni nitqimizə, dilimizə gələn sözlərdir.
Deməli, arxaizmlər haqqında, arxaizmlərin nə olduğu haqqında bu iki əsas məsələni bilin. Yunan mənşəli sözdür, mənası qədim deməkdir və köhnəlmiş sözlərdir. Belə, məsələn, nümunə olaraq deyə bilərəm arı sözünü. Deyir, aydan arı sudan durudur. Oradakı arı təmiz mənasındadır. Artıq köhnəlib bu söz. Artıq dilimizdə istifadə olunmur. Və yaxud da çarıq sözü, çuxa sözü əvvəlki dövrlərdə istifadə olunub, lakin indi istifadə olunmur. Belə, yəni arxaizmlər zamanla tarixə qovuşmuş sözlərdir. Artıq nitqimizdə istifadə etmirik. Köhnəlmiş sözlərə daha çox harda rast gəlirik? Atalar sözlərində, zərbi məsəllərdə və bədii ədəbiyyatda rast gəlirik. Bədii ədəbiyyatda qarşımıza çıxır. Xüsusilə də əvvəlki dövrlərlə bağlı yazılmış əsərlərdə həmin dövrü təsvir etmək üçün yazıcılar qədim sözlərdən istifadə edirlər. Belə, arxaizmlərin nə olduğunu bildik. Vəssalam, bunu öyrəndik. İndi ikinci hissəmizə keçə bilərik. Deməli, ikinci hissəmizdə sualımız nə idi? Nə üçün sualı idi? Nə üçün arxaizmləri bilək? Nə üçün arxaizmləri öyrənək? Arxaizmlər dilin keçmiş qatını göstərir. Köhnəlmiş sözləri bilmək, mətni, tarixi və klassik ədəbiyyatı düzgün anlamağa kömək eləyir. Mən köhnəlmiş sözləri uşaqlıq dövrümüzə bənzədirəm. Necə ki, bizim uşaqlıq dövrümüz, hər kəsin uşaqlıq dövrü onun həyatında xüsusi bir yer tutur və uşaqlıq dövrünü xatırlamaq üçün o dövrdə olan əşyalar, o dövrdə olan qoxular, o dövrdə olan hadisələr kifayət eləyir bizə ki, o dövrü xatırlayaq. Eyni şəkildə də köhnəlmiş sözlər belədir. Köhnəlmiş sözlər də dilimizin əvvəlki dövrlərini, məişətimizin əvvəlki zamanlarını, xalqımızın tarixini, dilimizin tarixini bizim yadımıza salır, bizi keçmişimizə, özümüzə qaytarır. Düşünürəm ki, arxaizmlərin də mahiyyəti budur. Başqa nə deyə bilərik? Nə üçün öyrənməyimiz lazımdır arxaizmləri? Bu sözlər hazırda istifadə olunmasa da dilin yaddaşını qoruyur. Dilimizin zamanla necə dəyişdiyini bizə göstərir. Əslində sözlər həm də bizim həyat tərzimizi göstərir. Köhnəlmiş sözlərlə də biz əvvəlki dövrlərdə əcdadlarımızın necə yaşadığı, nələrdən danışdığı, nələri necə ifadə elədiyini öyrənə bilərik. Yəni keçmişimizi daha yaxşı bilmək üçün arxaizmlər bizə kömək edir. Deməli, nə üçün sualını da cavablandırdım, artıq qeyd eləmədim. İndi artıq üçüncü sualımızı yaza bilərəm. Sonuncu sualımız isə arxaizmlər haqqında nələri bilmək lazımdır? Onu bilmək lazımdır ki, daha çox bədii üslubda istifadə olunur. Bədii üslubda yazıcılarımız əvvəlki dövrləri ifadə etmək üçün arxaizmlər istifadə edirlər. Bu şəkildə yadda saxlaya bilərsiniz. Daha sonra arxaizmləri iki qrupda öyrənə bilərik. Birinci qrup odur ki, keçmiş həyat və məişətin dəyişməsinə əlaqədar olaraq dildən çıxmış sözlərdir. Artıq tarixə qovuşmuş sözlərdir. Yəni tarixizmlər. Bu sözlər artıq dilimizdə yoxdur. O dövr bitib, tarixi quruluş bitib və o dövrlə bağlı olan sözlər də artıq yoxdur. Məsələn, Sovet dövründə olan sözlər: kolxoz, pioner. Artıq bu sözlər yoxdur. Çünki o dövrdə yoxdur, o quruluş da yoxdur. Və yaxud da əvvəlki dövrlərin quruluşu ilə bağlı yasavul, kəndxuda. Artıq o sözlərdən istifadə etmirik. Artıq o sözlər tarixə qovuşmuş sözlərdir. Bir də mənaları qalır, lakin mənaları indiki dövrümüzdə başqa sözlərlə əvəz olunur. Məsələn, us sözü. Us sözü əvəzinə hal-hazırda ağıl sözündən istifadə edirik. Və yaxud da arı sözü əvəzinə təmiz sözündən istifadə edirik. Altun əvəzinə qızıl, uçmaq əvəzinə cənnət.
Artıq bu sözlərlə əvəz olunub. Deməli, iki qrupda öyrəndik. Bir qrup sözlər tarixə qovuşmuş sözlər, tarixi zimlərdir. O sözlər artıq dövrün bitməyi ilə, tarixdən belə deyim, dilin tarixindən yavaş-yavaş silinən sözlərdir, tarixi zimlərdir. Bir qrup sözlər isə artıq yeniləri ilə əvəz olunub. Artıq həmin sözlər istifadə olunmasa da, o mənada olan başqa sözlərdən istifadə edirik. Belə, sinonimlər, antonimlər, arxaizmlər daha çox bədii üslubda istifadə olunur, terminlər isə daha çox elmi üslubda istifadə olunur. Sinonimlər, antonimlər, terminlər və arxaizmlər haqqında bu qədər. Hər hansı bir sözünüz, sualınız, şərhiniz, təklifiniz, iradınız olarsa, rəylər hissəsinə yaza bilərsiniz. İndilik bu qədər. Xudahafiz.